İnqilab etməyə bərpa gələcək, ay qədəmlərlə qurban olum. İmam zaman əskərisən, ağam, 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 Xamneyi, ağam, 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 Xamneyi, şiyələrin rəhbərisən, sən dilimizin əzbərisən, şiyələrin rəhbərisən, sən dilimizin əzbərisən. Bir nəfər gəldi İmam Sadiq ağaya dedi, ağa 19 dəfə hacı olmuşam. Ağa dedi, ey kaş 20 dəfə olaydın. Dedi, niyə? Dedi, 20 dəfə hacı olsaydın bir dənə Kərbəlanın savabı verərdilər sənə. Neçə Kəbəydə sənin fəzlün var, heç sənin torpağına, tozuna çatmaz Kəbə, çünki sənin qolsuz əbər fəzlün var. Ağa dedi, 20 dəfə haca getsin, bir dənə Kərbəlanın savabını alacaqsan. Allaha and olsun, mən bunu Əbəlfəz hərəmində dedim. Almaniyadan nə qədər zavvarlar, Türkiyədən nə qədər zavvarlar. Gecə idi, Əbəlfəz ağanın düz hərəmindəydik, bir məclis qurduq orada. Bu sözü orada demişəm. Allaha and olsun, bax sözün böylüyünə bax. Kəbə fəxr eləməsin, ha mən Beytullaham. Kərbəla, qulaq as, sən Allah qulaq as. Kərbəla, əhli dilə bəzlün var. Neçə Kəbəycə sənin fəzlün var. Heç sənin tozuva çatmaz Kəbə, çünki sənin qolsuz Əbəlfəzlün var. Heç sənin tozuva çatmaz Kəbə. Höccətibin ilə sənə eyləsən, düşmüşük müşkülə yox dində dəva. Dindəyim öncəci yekda gələcək. Ağam, 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 ağam Məhdi, ağam, ağam. Əli əleyhissalamın əməlləri bilirsiniz nədir? Bir zərbəsi Xəndək döyüşündə Peyğəmbər buyurur ki, bir zərbəsi qiyamətə qədər insan və cinlərin ibadətlərindən üstündür. Əli əleyhissalam dedi ki, öz ibadətlərimin savabının yarısını bağışladım şiyələrimə. Bunu görəndə xanım Fatimə-i Zəhra da dedi ki, Allahım şahid ol ki, qiyamət ölənə qədər, vəfat eləyənə qədər elədiyim bütün əməllərin savabının yarısını bağışladım mən də. İmam Həsən dedi, mən də bağışladım. İmam Hüseyin dedi, mən də bağışladım. Peyğəmbər bunları görəndən sonra dedi ki, ilahi, mən də bütün savab əməllərimin yarısını bağışladım Əlinin şiyələrinə. Bu hadisə qutarandan sonra hədis buyurur ki, mötəbər hədis oxuyuram sizlər üçün. Mötəbər hədis. Buyurur ki, Allahın mələkəsi Cəbrail nazil oldu. Dedi ki, ey Allahın Peyğəmbəri, Allah buyurur ki, siz məndən kərim deyilsiniz. Mən sizdən də kəriməm. Sizdən də kəramətliyəm. Əlinin şiyələrinin bütün günahlarını bağışladım. Əgər dənizlərin suyu qədər olsa, əgər səhraların qumu qədər olsa, bütün günahlarından keçdim. Əsas budur ki, bu qrupa özünü daxil eləyəsən.